Herkese salam. Bu videoda rasional ifadələr, riyazi ifadə, ədədi ifadə, hərfi ifadə, eynilik, tam cəbri ifadə, bir hədli, çox hədli, polinomlar izahlarına baxacağıq. Başlayaq ilk öncə riyazi ifadələrdən. Riyazi ifadələr ədədi və hərfi ifadələrə ayrılır. Ədədi ifadələr əməl işarələri və mötərizələrin köməyi ilə ədədlərdən ibarət olan ifadələrə deyilir. Məsələn, ədədi ifadə yazsaq, tutaq ki, 7 vurulsun 5, üstəgəlsin 2,3 vurulsun 3 üstəgəl 4, bölünsün 2, çıxılsın 1 şəklində olan ifadələrə ədədi ifadələr deyilir. Hər bir ədədi də ədədi ifadə adlandırmaq doğru qəbul olunur. Məsələn, 4 özü bir ədəddir və biz onu ədədi ifadə adlandıra bilərik. Hərfi ifadələr və ya dəyişəni olan ifadələr. İfadədə hərflər olduqda və hərflər müxtəlif qiymətlər ala bildiyində belə ifadələrə hərfi və ya dəyişəni olan ifadələr deyilir. Məsələn, hərfi ifadələr yazsam 3x, 5x kvadratı çıxılsın 4y və ya 2a çıxılsın b bölünsün 3c, 6 böl x, 16a bölünsün b minus a şəklində olan ifadələrə dəyişən hərfi ifadələr və ya dəyişən olan ifadələr deyilir. Dəyişənin qiyməti məlum olduqda həmin ifadənin qiymətini hesablamaq olur. Məsələn, x-a tutaq ki, burada qiymət verib ki, x bərabərdir 3-dür. X bərabərdir 3-dür. Bu zaman yazırıq 3 vur 3 bərabərdir 9 və s. Digərlərində də hərfin qiyməti, dəyişənin qiyməti məlum olduqda yerinə qoyub hesablaya bilərik. İfadəni hesablayarkən sıfıra bölməyə də rast gəlinirsə, onda bu deməkdir ki, ifadənin mənası yoxdur. Çünki ifadəni sıfıra bölmək mənasızdır. Eynilik. Eynilik dəyişənlərin mümkün qiymətlərində doğru olan bərabərliyə deyilir. Eyniliyi isbat etmək üçün onun sol tərəfindəki ifadəni sağ tərəfindəki ifadəyə və ya sağdakı ifadəni soldakı ifadəyə çevirmək lazımdır. Yaxud hər iki tərəfin eyni bir ifadəyə eyniliklə bərabər olduğunu göstərmək lazımdır. Bir ifadənin ona bərabər digər ifadəyə çevrilməsi eynilik çevrilməsi adlanır. Dəyişənin istənilən mümkün qiymətlərində uyğun qiymətləri bərabər olan ifadələrə eyniliklə bərabər və ya ekvivalent ifadələr deyilir. Məsələn, tutaq ki, x üstəgəlinsin 5 vurulsun x çıx 4 üstəgəl 12 ifadəsi verilib. Yazılıb ki, bərabər x çıxılsın 1 vurulsun x üstəgəl 2 çıx 6. Bu eyniliyi isbat edin deyir. Eyniliyi isbat etmək üçün bərabərliyin hər iki tərəfinin eyni bir ifadəyə bərabər olduğunu göstərmək lazımdır. Bunun üçün həm sol tərəfi, həm də sağ tərəfi vurub mötərizələrdən azad edirik. X-ı x-a vuracam, olacaq x kvadratı, x-ı mənfi 4-ə, mənfi 4x, 5-i x-a vuracam, 5x, 5-i mənfi 4-ə olacaq, mənfi 20, üstəgəl 12. Bərabər, digər tərəfdə x-ı x-a vuracaq, x kvadratı, x-ı müsbət 2-yə, 2x, mənfi 1x-a, mənfi x, mənfi 1-i 2-yə, mənfi 2 çıx 6. Burada x kvadratı tək olduğuna görə qalır. Mənfi 4x ilə müsbət 5x bizə müsbət x verir. Mənfi 20 ilə 12 isə mənfi 8 verir. Bərabərdir. Digər tərəfdə də yeni x kvadratı olduğu kimi qalır. 2x-dan x çıxanda müsbət x alırıq. Mənfi 2 çıxılsın 6 bizə mənfi 8 verir. Gördüyümüz kimi ifadələrin həm sol, həm də sağ tərəfi eyni bir ifadəyə bərabərdir. Buna görə də verilmiş bərabərlik eynilikdir deyə bilirik. Əmsal nədir? Ədədlərin və hərflərin hasildən ibarət riyazi ifadədə ədədi vurub əmsal adlanır. Əmsal. Məsələn, 4AB ifadəsi verilibsə, burada əmsal 4-dür. Və yaxud 5,3 ABX kvadratı verilibsə, burada əmsal 5,3-ə bərabərdir. Və yaxud mənfi
3,8 ax ifadəsi verilibsə, burada da əmsal mənfi 3,8-ə bərabər olur. Və yaxud mənfi x verilibsə, burada əmsal mənfi 1-ə bərabərdir. Sərbəst hədd. Sərbəst hədd dəyişən iştirak etməyən hədd sərbəst hədd adlanır. Məsələn, mənfi 3x üstə gəlinsin 4. Burada sərbəst hədd 4-dür. Əmsal mənfi 3-dür. Onu da qeyd edək. Bu şəkildə. Sərbəst hədd özü də bir əmsaldır. Bunu da qeyd edək. Davam edək. Tam cəbri ifadələrlə. Ədəd, dəyişənlər və toplama, çıxma, vurma, bölmə əməllərinin iştirakı ilə düzəlmiş ifadələrə cəbri ifadələr deyilir. Əgər cəbri ifadədə dəyişənə bölmə yoxdursa, ifadə tam ifadədir. Tam ifadə həm bir hədli, həm də çox hədli ola bilər. Bir hədli nədir? Ədədlər, dəyişənlər və ya onların, yəni dəyişənlərin mənfi olmayan tam üslü qüvvətlərinin hasilinə bir hədli deyilir. Məsələn, 5. 5 özü bir hədlidir. 0. 0 özü bir hədlidir. 1 bölünsün 2. Bir hədlidir. Mənfi 5. Bir hədlidir. 4a. Bir hədlidir. 5a kvadratı b. Bir hədlidir. Mənfi x kvadratı y z. Bir hədlidir. B ədədi bir hədlidir. X, y bölünsün 3 bir hədlidir. Həqiqi ədədlərin hər biri ayrı-ayrılıqda bir hədlidir. Yəni mənfi ədədlər, müsbət ədədlər, kəsir, tam, irrasional, rasional, bunlar hamısı bir hədli adlanır. Standart şəkli nədir bir hədlinin? Bir hədlidə birinci yerdə ədədi vuruq, sonra isə müxtəlif hərfi vuruqların natural üslü qüvvətlərinin hasili yazılırsa, belə yazılışa bir hədlinin standart şəkli deyilir. Standart şəkilli bir hədlidə dəyişəni, yəni hərfə bölmə olmur. Məxrəcdə dəyişən olmamalıdır. Standart şəkilli bir hədlidə hərfi vuruqların əlifba sırası ilə düzülməsi standart düzülüş olaraq qəbul olunur. Məsələn, A, B, C, D, L, M, X, Y, Z bu şəkildə əlifba sırası ilə düzülməyi standart şəkilə aiddir. Tutaq ki, bizə ifadə verilmiş olsun. Mənfi 2 A vurulsun 3 A kvadratı vur B vur 4. Gördüyümüz kimi burada 2, 3, 4 ifadənin müəyyən hərflər ifadənin həm önündə, həm arxasında, həm də ortasında gəlir. Deməli, bu standart şəkildə deyil. Standart şəkildə olması üçün sərbəst, yəni verilən əmsalları, hərfləri bir-bir vurmaq lazımdır. Mənfi 2-ni 3-ə vuruq mənfi 6, mənfi 6-nı da 4-ə vuranda olur mənfi 24. Digərlərində A-nı A kvadratına vuranda olur A-nın kubu. Çünki A-dan bir dənədir, burada 2 dənə, birləşəndə oldu 3 dənə A. Və B şəklində. Demək, mənfi 2A, 3, A kvadratı, B, 4 ifadəsini bir hədlisini biz standart şəklə gətirəndə oldu mənfi 24 A kubu B şəklində. Bir hədlinin əmsalı və bir hədlinin qüvvəti, yəni dərəcəsi. Standart şəkilli bir hədlinin ədədi vuruğu, bir hədlinin əmsalı, həmin bir hədlinin hərflərinin, yəni dəyişənlərinin qüvvətləri cəmi isə bir hədlinin qüvvəti, yəni dərəcəsi adlanır. Tutaq ki, 15 A kubu B üstündə 4 ifadəsi verilib. Burada əmsal 15-dir. Qüvvəti isə 3 üstə gəl 4, 7-yə bərabərdir. Və yaxud mənfi 7 A kvadratı B üstü 3 C üstü 5 ifadəsi verilib. Burada əmsal mənfi 7, qüvvət 2 üstə gəl 3 üstə gəlsin 5 10-a bərabərdir. Hər bir ədəd özü də bir hədlidir və qüvvəti 0-a bərabərdir. Məsələn, 5. 5 ədədi bir hədlidir, qüvvəti 0-dır. Mənfi 3 bir hədlidir, qüvvəti 0-a bərabərdir. Kökdə 5 bir hədlidir, qüvvəti 0-a bərabərdir.
0 elə bir hədlidir ki, onun qüvvəti təyin olunmayıb. Bir hədlilərin hasili də, natural üstü qüvvəti də hər zaman bir hədli olur. Oxşar bir hədlilər bir-birinə bərabər olan və ya yalnız əmsalları ilə fərqlənən bir hədlilərə oxşar bir hədlilər deyilir. Məsələn, 2xy və 2xy. Bunlar oxşar bir hədlilərdir. Və yaxud 5ab və 3ab. Bunlar oxşar bir hədlilərdir. Sadəcə əmsal ilə fərqlənir. Və yaxud a kvadratı b kubu və 2də 1 a kvadratı b kubu. Bunlar da oxşar bir hədlidir. Çünki sadəcə əmsalı ilə fərqlənirlər. Bir hədlərə aid bəzi qeydlər qeyd etmək istəyirəm. Standart bir hədlidə dəyişənlərin dərəcəsi mənfi ədəd, kəsir ədəd, irrasional ədəd ola bilməz. Məsələn, bizə bir hədli verilir. 3xy bölünsün 4. Bunu biz 4də 3 xy şəklində yaza bilərik. Bu bir hədlidir. Və yaxud da kök altında 2 x kvadratı y. Bir hədlidir. Əmsal kökdə 2-dir. Və ya mənfi modulda mənfi 4 ab. Bir hədlidir. Və yaxud kökdə 5 çıxılsın 1 vurulsun x kvadratı y. Bir hədlidir. 3x vur 5y. Bu nəyə bərabərdir? 15xy. Bir hədlidir. Və yaxud 10 a üstündə mənfi 2 vur b kubu vur a üstündə 3 vur b üstündə mənfi 1 bir hədlidir. Niyə? Çünki 10 əmsal yerində qalır. A üstü mənfi 2, A üstü mənfi 3. Bu bizə verir A üstündə müsbət 1. Və yaxud B üstü 3, B üstü mənfi 1 bizə verir B üstündə müsbət 2. Oldu nə? Bir hədli. Bəs nə zaman bir hədli olmur? Tutaq ki, 3xy bölünsün 2z. Burada 2də 3 vurulsun xy bölünsün z olur. Bu z'i də biz yaza bilərik xy z üstündə mənfi 1. Yəni qüvvətdə nə var? Mənfi var. Və yaxud məxrəcdə dəyişən var idi. Ona görə deyirik ki, bir hədli deyil. Və yaxud da 2 kök altında xy. Bunu 2x üstündə 2də 1 vur y şəklində yazırıq. Qüvvət nədir? Natural ədəd deyil. Ona görə deyirik ki, bir hədli deyil. Və yaxud da mənfi 4 modulda ab. Bu da bir hədli deyil. Və yaxud kökdə 5 mənfi daha sonra kökdə 5 çıxılsın x kvadratı y. Bir hədli deyil. 3x üstə gəlsin 2y. Bir hədli deyil. Və yaxud da 6 a üstü mənfi 2, b üstündə 3 vurulsun a. Nəyə bərabərdir? A üstündə mənfi 2 üstə gəlib bizə mənfi 1 verir. Vurulsun b-nin kubu. Bu da bir hədli deyil. Davam edək. Çox hədli. Çox hədli nədir? Bir hədlinin cəbri cəminə, yəni cəminə və fərqinə çox hədli deyilir. Çox hədli təşkil edən bir hədlilərə bu çox hədlinin hədləri deyilir. Bu arada hər bir hədli olan çox hədlidir. 2 hədli olan çox hədli 2 hədli, 3 hədli olan çox hədli isə 3 hədli deyilir. Oxşar hədlərin islahı nədir? Hərfi vuruqları eyni olan ifadələr. Oxşar ifadələrdir. Oxşar ifadələrdə əmsallar eyni və ya fərqli ola bilər. Oxşar ifadələri toplamaq və ya çıxmaq mümkündür. Oxşar toplananların toplanması və ya çıxılması onların islahı adlanır. Tutaq ki, mənfi 3 mənfi 3ab üstə gəlinsin 3ab. Bu bərabərdir 0-a. İslah oldular. Və yaxud 13x çıxılsın 15x üstə gəlsin 8x. Toplayıb çıxıram. 13-dən 15 çıxanda 2x qalır. 2x-in üstə 8x gələndə 10x alırıq. Burada nə olmuş oldu? İslah etmiş olduq. Xeyr, mənfi 2. Üstünə də 8 gələndə, mənfi 2 üstünə 8 gələndə olur neçə? 6, müsbət 6. Bir saniyə, müsbət 6x olur cavab. Çox hədlinin standart şəkli. Hər bir həddi standart şəkildə olan və oxşar hədləri olmayan çox hədliyə standart şəkilli çox hədli deyilir. Məsələn, x kubu
üstəgəlinsin 3x kvadratı, üstəgəl x kvadratı y, çıxılsın 2xy, üstəgəlinsin 4x kvadratı y, çıx 5. Bu cavabını standart şəklə gətirək. Baxıram ki, x kubundan sadəcə bir dənədir. Olduğu kimi yerində saxlayıram. 3xy çıx 2xy. Nə verir bizə? Müsbət 1xy. X kvadrat y və 4x kvadrat y toplanır. Birinin əmsalı 1-dir, birində 4 əmsal olacaq 5. X kvadrat y çıxılsın 5. Standart şəklə gətirmiş oluruq çoxhədlini. Çoxhədlinin qüvvəti dərəcəsi nədir? Standart şəkilli çoxhədliyə daxil olan birhədlilərdən hansının qüvvəti ən böyükdürsə, həmin qüvvət çoxhədlinin qüvvəti olmuş olur. Məsələn, 5a kvadratı b üstəgəlinsin 3a kvadratı b kubu, üstəgəlinsin 4ab kubu, üstəgəlinsin 3. Bir hər birinin dərəcəsinə baxıram. Birinci bir hədlin dərəcəsi 2 üstəgəlinsin 1, 3-ə bərabərdir. İkinci bir hədlin dərəcəsi 2 üstəgəl 3, 5-ə bərabərdir. Üçüncü də 1 üstəgəl 3, 4-ə bərabərdir. Ən böyük hansıdır? 3, 5 və 4-dən. Ən böyük 5-dir. Deməli, çoxhədlinin dərəcəsi 5-ə bərabər olacaq. Tutaq ki, əlavə bir qeyd edək. AX çoxhədlisinin dərəcəsi M-dir. BX çoxhədlisinin dərəcəsi N-dir. Əgər AX-in dərəcəsi M, BX-in dərəcəsi N olarsa, bu zaman AX vurulsun BX hasilinin dərəcəsi M üstəgəlinsin N olur. AX vurulsun BX-in, tutaq ki, üzərində hər hansı bir dərəcə olsun K. Bu zaman bu ifadənin dərəcəsi M üstəgəlinsin K vur N olur. Və yaxud da AX üstündə L vurulsun BX üstündə K-nın dərəcəsi L vurulsun M üstəgəlinsin K vur N olur. Əgər M böyükdür N olarsa, AX üstəgəlinsin BX-in dərəcəsi M olmuş olur. Çoxhədlinin əmsalları. Çoxhədlinin əmsalları necə tapılır? AX bərabərdir. Tutaq ki, AN XN üstəgəlinsin AN-1 XN-1 üstəgəlinsin nöqtələr, üstəgəlinsin A0 şəklində bir standart şəkli çoxhədlidir. Bu zaman əmsallar AN-1 nöqtələr A0'dır. Məsələn, bizə misal verilsin. 4x üstü 8 çıxılsın 3x üstü 6 üstəgəlinsin 2x üstü 4 üstəgəl 5. Əmsallar burada olur. 4, -3, 2 və 5. Sərbəst hədd isə olur burada 5. 5'dir. Burada sərbəst hədd A0'dır. Yəni yanında dəyişən olmayana sərbəst hədd deyirik. Çoxhədlilərin vurulması, yəni hasili. Çoxhədlinin vurulmasının iki qaydası var. Bir hədlinin çoxhədliyə vurulması və çoxhədlinin çoxhədliyə vurulması. Bir hədlini çoxhədliyə vurarkən, bu zaman bir hədlini çoxhədlinin hər bir həddinə vurub alınan hasilləri cəbri cəm şəklində yazmaq olar. Məsələn, verib bizə ki, -3x kvadratı bir hədlisini vuraq 5x kvadratı çıxılsın 2y. Bu zaman vurarkən -3x kvadratını birinci vurmaq lazım 5x kvadratına, daha sonra vurmalıyıq -2y. Bərabər. -3'ü 5'ə vuranda -15 olur. X kvadratına vuranda olur x üstündə 4. Çıxılsın. -3x kvadratında 2y vuranda olur müsbət 6x kvadratı y.
Belə, yəni bir hədlini çox hədliyə bu şəkildə vurmuş oluruq. Çox hədlinin çox hədliyə vurulması. Bu zaman birinci çox hədlinin hər bir həddini ikinci çox hədlinin hər bir həddinə vurub alınan hasilləri cəbri cəm şəklində yazmaq lazımdır. Məsələn, 3a üstə gəlinsin 4 vurulsun 2a çıx 5. 2 dənə çox həddidir. Bunları bir-birinə vurmaq lazımdır. Bu zaman birinci həddi digər mötərizənin hər bir həddinə vururam. Daha sonra ikinci həddi digər mötərizənin hər bir həddinə vururam. 3a-nı 2a-ya vuranda olur 6a kvadratı. 3a-nı mənfi 5-ə vuranda olur mənfi 15a. 4-ü 2a-ya vuranda olur 8a. 4-ü mənfi 5-ə vuranda olur mənfi 20. 6a kvadratı təkdə olduğu kimi qalır. Mənfi 15a üstə gəl 7a. Bu bizə verir mənfi 7a. Daha sonra mənfi 15a üstə gəl 8a bizə verir mənfi 7a. Çıxılsın 20 şəklində biz çox hədlini çox hədliyə vurub cavabını almış olduq. Davam edək. Çox hədlilərin bərabərliyi qeyri-müəyyən əmsallar. Misal nümunəsinə baxaq. Tutaq ki, bizə verib x kubu üstə gəlsin 5x kvadratı üstə gəl 8x üstə gəl 6 və bərabərdir x kvadratı üstə gəlinsin 2x üstə gəl 2 vurulsun ax üstə gəlinsin b. Bu şəkildə bir misal verir. A və b əmsallarının qiymətini tapın deyilir. Bu zaman bizə verilən sağ tərəfi vurub açırıq. Yəni bu sol tərəf yerində qalır. X kubu üstə gəl 5x kvadratı üstə gəl 8x üstə gəlinsin 6 bərabər. Digər tərəfi vurub açıram. Çox hədlinin çox hədliyə vurulması kimi. Yəni birinci həddi digər mötərizənin hər bir həddinə vururam. Eyni qayda ilə digərini ikinci həddi digər mötərizənin hər bir həddinə vururam və üçüncünü digər mötərizənin hər bir həddinə vururam. Olur. X kvadratı vurulsun ax. Əgər hələ ki birbaşa yazmasaq, x kvadratı vur ax. Üstə gəl x kvadratı vur b. Üstə gəl 2x ax-a vururam, olur 2x vurulsun ax. 2x-i b-yə vururam, olur 2x vurulsun b. 2-ni vururam ax-a, daha sonra 2-ni vururuq b-yə. İndi sadələşdirsəm əgər, buradan alıram ki, x kubu üstə gəlsin 5x kvadratı, üstə gəl 8x, üstə gəl 6, yerində qalıb da bu. İndi baxıram. Burada x kvadratını ax-a vurub, x kvadratını b-yə, 2x-i ax-a, 2x-i b-yə, 2-ni ax-a və 2-ni b-yə. X kvadratını ax-a vuranda olur ax-ın kubu. Üstə gəl. X kvadratını b-yə vuranda elə olduğu kimi x kvadratı b qalır. Üstə gəl 2x ax-a vuranda olur 2x kvadratı a. Üstə gəl 2x b-yə vuranda elə olur 2x b. Üstə gəl 2-ni ax-a vuranda olur 2x a. Üstə gəlinsin 2b. Burada x kvadratlarını ortaq vuruq kimi ortaq mötərizə xaricdə çıxarım. Eyni zamanda x-i də. Yəni bu sol tərəfdən hələ ki yenə işimiz yoxdur. X kubundan sadəcə bir dənədir. Ona görə onu olduğu kimi yazıram. Ax kubu. Baxıram ki, x kvadratları bir burada var, bir burada var. X-lar burada və burada var. Ortaq vuruq kimi çıxardım. X kvadratını çıxarsam, x kvadratı vurulsun. Nə qaldı? B üstə gəlinsin 2a. Digər də x-i çıxaram ortaq vuruq kimi. Çölə qalır 2b üstə gəlinsin 2a. Üstə gəl 2b də yerində qalıb. Buradan baxan kimi görürəm ki, x kubunun əmsalı nədir? A-dır. Burada x kubunun əmsalı nədir? 1-dir. Və yaxud da x kvadratının əmsalı nədir? B üstə gəl 2a. Burada nədir? 5-dir. Burada x-in əmsalı 2b üstə gəl 2a-dır. Burada 8-dir. Sərbəst həddim 2b 6-ya bərabərdir. Yəni, verilənləri indi yazıram. Alınır ki, x kubu, yəni x kubunun əmsalı 1-dir. Belə yazmayaq, birbaşa ilə nə var onu yazaq. A nəyə bərabər olur? Buradan 1-ə. B nəyə bərabər olur? Deməli, B üstə gəl 2A bərabər olur 5-ə. A 1-dirsə, B üstə gəl 2 bərabərdir 5. Buradan tapıram ki, B 3-ə bərabərdir. A 1, B 3 tapdım.
Daha sonra 2b üstəgəl 2a 8-ə bərabər olmalıydı. 2b üstəgəl 2a bərabər olmalıdır 8-ə. 2 vurulsun b nədir? 3'dür. Üstəgəl 2 vur a da 1 idi. 8 olurmu? Olur. Deməli bizim a ilə b-ni istəyirdi. A-nı tapmış olduq ki, a 1'ə bərabərdir. Bu hissədə. B-ni də tapmış olduq ki, b də 3'ə bərabərdir. Bu şəkildə çoxədlilərin bərabərliyini qeyri-müəyyən əmsallar üsulunu həll etmək olar. Simmetrik çoxədlilər. Nədir simmetrik çoxədli? Verilmiş çoxədlidə x-ın yerinə y, y-ın yerinə x yazdıqda eyni çoxədli alınırsa, belə çoxədliyə simmetrik çoxədli deyilir. Məsələn, bizə çoxədli verilib px bərabərdir x, y kvadratı üstəgəl x kvadratı y çıxılsın 2. Burada x-ın yerinə y, y-ın yerinə x yazsam, alınır ki, y x kvadratı üstəgəl y kvadratı x çıxılsın 2. Görəm ki, yenə də eyni çoxədli alınır. Belə çoxədli deyirəm simmetrik çoxədli. Çoxədlinin vuruqlara ayrılması. Çoxədlinin vuruqlara ayrılmasının ortaq vuruğun mötərizə xaricə çıxarılması qruplaşdırma üsulu var. Baxaq birinci ortaq vuruğun mötərizə xaricə çıxarılmasına. Tutaq ki, bizə misal verilsin 3x kvadratı y çıxılsın 2x y. Baxıram ki, burada ortaq olan nə var? X var, y var. Çıxarım. Birincidən x, y çıxaranda yerdə nə qalır? 3 qalır və x qalır. Digərinə x, y çıxarım, yerdə nə qalır? Sadəcə 2 qalır. Buradan ortaq vuruğu mötərizə xaricinə çıxarmış olduq. Başqa bir misal nümunəsinə baxım. Tutaq ki, x, y çıxılsın 2y üstəgəlinsin 3x minus 6 bərabərdir. Baxıram ki, burada qruplaşdıra bilərəm. Birinci ifadə ilə ikincini və da üçüncü ilə də dördüncünü qruplaşdırıram. Birinci və ikinci ifadənin ortaq vuruq y-dir. Y-i çıxaram, yerdə qalır x minus 2. Üstəgəlinsin. İkinci ifadə ortaq görürəm ki, 3'dür. Yerdə x qalır, 6 düşə böləndə 2 qalır. İndi ortaq vuruq nə oldu? Mötərizənin özü ortaq vuruqdur. Yəni x minus 2 ortaqdır. Birinci tərəfdə y qaldı, ikincidə isə müsbət 3 qaldı. O şəkildə də ifadələri ortaq vuruq kimi mötərizə xaricdə çıxarda bilərik. Qruplaşdırma üsuluna baxaq. Qruplaşdırma üsulunda məsələn bizə verib ki, a kvadratı çıxılsın ab çıx 8a üstəgəl b. 8b bərabərdir. Burada yenə birinci ilə ikincini, üçüncüdə də dördüncünü qruplaşdırıram. Birinciden ortaq vuruq nə çıxacaq? A çıxacaq. Yerdə qalır a minus b. Digərindən mənfi 8'i çıxardıram. Çünki mənfi 8'i çıxarsam, yerdə qalır a. Müsbət 8b'ni də mənfi 8'ə bölsəm, yerdə qalır mənfi b. Ortaq vuruq baxıram ki, elə mötərizənin 2'dir. A çıx b-ni ortaq vuruq kimi çıxarıram. Birincidən a qalır, digərindən isə 8 qalır. Ortaq oldu a çıx b. Başqa bir ifadəyə baxaq. Tutaq ki, ax üstəgəlsin bx çıxılsın by çıxılsın ay. Bərabərdir. Birinci bunlara baxıram ki, ax ay var, bx by var. Yan-yana yazıram bunları. Yazıram ax çıxılsın bx, yəni x-ları bir yerə yıxıram, y-ları bir tərəfə. Üstə gəlinsin by minus a y şəklində. Birinciden x ortaq vuruq kimi çıxaram, qalır a çıx b. Digərindən də müsbət y çıxaram, qalır b minus a. Doğrudur mu? Birində a çıx b qaldı, birində b çıx a qaldı. Ortaq vuruq kimi çıxarmağım üçün hər ikisi eyni olmalıydı. Çünki a çıx b ilə b çıxanın qiymətləri fərqlidir. Buna görə ikinci ifadədə mənfini mötərizənin xaricinə çıxaram. Yəni mənfi y yerlərini dəyişəm, olur a çıxılsın b. Artıq ortaq vuruq nə oldu? A çıx b, yerdə nə qaldı? X minus y. Modellərlə nümunələrə baxaq. Tutaq ki, düzbucaqlının sahəsini çoxədli ilə ifadə edin və bunu iki ədlinin hasil şəklində göstərin deyirlər. Baxaq. Tutaq ki, düzbucaqlıdır. Bu şəkildə bölünüb düzbucaqlı. Bura olsun a vurulsun c. Bura olsun b vur c. Bura olsun a kvadratı. Burada olsun a vur b şəklində.
Bileyim ki düzbucağın sahəsini tapmaq üçün necə yaza bilərəm? İlk öncə bu düzbucağının tərəflərini gəlin tapaq. Tərəflərini tapsam əgər, baxıram ki, birinci ifadədə, bu hissədə birincidə A-nın kvadratı var. Nə zaman A-nın kvadratı olur sahədə? Kvadratda, yəni tərəflər A olanda. Yəni burada A-dır, burada A-dır, burada A-dır, burada A-dır. Bu hissədə B vur C varsa, deməli eni A idi. Uzunluq C olacaq. C, C. Burada B vur C varsa, uzunluq C-dir. Eni nə qalacaq? B qalacaq. Bu hissədə düzbucaqlı alınıb, deməli hasil olub onun sahəsi. Bu şəkildə yazdıq. İndi sahə necə hesablanır? Toplamalıyıq. Ümumi düzbucağın sahəsini tapmaq üçün bir-bir içəridəki düzbucaqlı və kvadratların sahəsini toplamalıyım. Yəni yazıram, S bərabərdir A kvadratı üstəgəlinsin AC vurur üstəgəl BS üstəgəlinsin AB. Burada yenə qruplaşdırıram. A kvadratı ilə AB-ni qruplaşdırım bu şəkildə. AC ilə də BC-ni qruplaşdırım. A kvadratı B-dən ortaq vuruq A çıxardıram, qalır A üstəgəl B. AC ilə BC-dən də ortaq vuruq C çıxardıram, qalır A üstəgəl B. Ortaq vuruq nədir? Mötərizəmiz. Yəni A üstəgəl B-dir. Yerdə nə qaldı? A üstəgəl C qaldı. Bu şəkildə sahəni çox ədli ifadə etdik və iki ədlin hasil şəklində göstərmiş olduq. Keçək müxtəsər vurma düsturlarına. Müxtəsər vurma düsturları ilk öncə baxıram iki ifadənin cəminin və ya fərqinin kvadratına. A üstəgəl B-nin mötərizə kvadratına baxıram. İlk öncə yazırıq A-nın kvadratı üstəgəlinsin 2 vurulsun A vur B üstəgəlinsin B-nin kvadratı. A çıx B kvadratı. A kvadratı 2 vurulsun A vur mənfi B, burada mənfi olacaq. 2 vur A vur B, mənfini qabağa atdıq. Üstəgəl mənfi B-nin kvadratı bizə müsbət verir. Köməkçi düsturlara baxaq. A kvadratı üstəgəl B kvadratı. Yəni kvadratlar cəmi. Bunu yaza bilərik. A üstəgəl B-nin mötərizə kvadratı çıxılsın 2AB. Və yaxud yazarıq A çıxılsın B-nin mötərizə kvadratı üstəgəl 2AB. Niyə? Çünki bayaq A üstəgəl B-nin kvadratını yazdıq. Bu hissədə onu tutaq ki, kopyalayıb gətirib bura yapışdıraq. Düzdürmü? Mötərizəni yazdım. Bir də əlavə olaq nə var? Burada çıx 2AB var. Bu çıx 2AB-lər biri müsbət 2AB-dir, biri mənfi 2AB-dir. Nə olacaq? İslah olacaqlar. Yəni cəmi 0 verəcək. Yerdə nə qalacaq? A kvadrat üstəgəlinsin B kvadratı qalacaq. Eyni ilə digərinə də baxıram. A çıx B-nin kvadratını burada yazmışıq. A çıx B-nin kvadratını gətirib bura yazaq. Yazdıq. Və əlavə olaraq nə var burada? Üstəgəl 2AB var misalda. İndi burada mənfi 2AB var idi. Müsbət 2AB-ni də misalın özündə verib. İslah olurlar. Yerdə nə qalır? A kvadrat üstəgəl B kvadratı qalmış oldu. A üstəgəl B-nin kvadratını. A çıx B-nin kvadratı üstəgəl 4AB şəklində yaza bilərik. Niyə? A çıx B-nin kvadratı nədir? A kvadratı çıxılsın 2AB üstəgəl B-nin kvadratıdır. Üstəgəl 4AB-də yazsam nə alıram? A kvadratı. Burada görürəm ki, mənfi 2AB və müsbət 4AB var. Bu bizə nə verəcək? Müsbət 2AB verəcək. Yəni üstəgəl 2AB üstəgəl B-nin kvadratı. Elə bizə nəyi verdi? Gör ki, buradan A üstəgəl B-nin kvadratını almış olduq. Daha sonra A çıx B-nin kvadratı yazıram. A kvadratı, daha sonra açılış necə yaza bilərəm? İlk öncə köməkçi düstur daxil edək. A üstəgəl B-nin kvadratı çıx 4AB. Yenə eyni qaydada A üstəgəl B-nin kvadratını yazıram. A kvadratı üstəgəl 2AB üstəgəl B-nin kvadratı çıx 4AB. Yenə buradan görürəm ki, müsbət 2AB və mənfi 4AB var. Bizə nə verəcək? Bunların cəmi mənfi 2AB. A kvadratı çıx 2AB üstəgəl B-nin kvadratı aldıq. Fərqin kvadratını. Davam edək. Belə bir misal nümunəsinə baxaq. Qarşımıza çox sıx şəkildə çıxa bilər. A plus minus A-da 1-in kvadratı. Ya üstəgəl, ya mənfisi fərqi yoxdur. Bu zaman yazırıq ki, A-nın kvadratı üstəgəl 1 böl A kvadratı plus minus 2. Və yaxud A plus minus A-da 1-in kvadratını başqa cür yaza bilərik. Yazaram. A minus plus A-da 1 kvadratı
plus minus 4 şəklində. A kvadrat üstə gəl 1 bölü A kvadratını. A plus minus 1 bölünsün. A'nın mötərizə kvadratı minus plus 2 şəklində yaza bilərəm. A kubu üstə gəl 1 bölü A kubunu. A üstə gəlinsin 1 bölünsün A'nın kubu. Çıxılsın 3 vurulsun A üstə gəlinsin A'da 1 şəklində yazaram. A kubu çıx 1 bölü A kubunu isə A çıxılsın A'da 1'in kubu üstə gəlinsin 3 vurulsun A çıxılsın A'da 1 şəklində yazıb həll etmək olar. İki ifadənin kvadratları fərqli. İki ifadənin kvadratları fərqi. A kvadrat çıx B kvadratı. Bir dəfə yazırıq. A üstə gəl B vurulsun. A çıx B-yə bərabərdir. Əgər həll eləsəm, çox hədlərin vurulmasıdır. Birincini digər mötərizənin hər bir həddinə, ikinci həddə digər mötərizənin hər bir həddinə vurmaq lazımdır. A-nı A-ya vuracam, olacaq A kvadratı. A-nı mənfi B-yə olacaq, mənfi AB. A-nı B-ni A-ya vuranda olur, müsbət AB. B-ni də mənfi B-yə vuranda olur, mənfi B kvadrat. Baxıram ki, burada mənfi AB və müsbət AB əks işarədirlər, islah olurlar, yerdə nə qalır? A kvadratı çıxılsın B kvadratı, yəni bərabərlik doğrudur. İki ifadənin cəminin və fərqinin kubu. A üstə gəl B-nin kubu. A üstə gəl B-nin kubu, A kubu üstə gəlinsin 3 A kvadratı B, üstə gəlinsin 3 A B-nin kvadratı, üstə gəlinsin B-nin kubu şəklində açırıq. A çıx B-nin kubunu isə A kubu çıxılsın 3 A kvadratı B. Niyə burada çıxma oldu? Çünki B-nin dərəcəsi təkdir, qabağında mənfi qalır. Üstə gəlinsin 3 A B kubu kvadratı, üstə gəlinsin. Çıxılsın daha doğrusu B-nin kubu. Köməkçi düsturlara baxaq kublar cəmi və fərqi üçün. A kubu üstə gəl B kubuya. Baxıram ilk öncə. Yazırıq A üstə gəlinsin B. Vurulsun A kvadrat çıx AB üstə gəl B-nin kvadratı. Vurub açsam yeni ifadəni alacağım. A kubu üstə gəl B kubunun başqa bir şəkildə yaza bilərəm. A üstə gəlinsin B vurulsun. Daha doğrusu A üstə gəl B vur. Çıxılsın 3 AB vurulsun. A üstə gəlinsin B şəklini yazaram. A kubu çıx B kubu. Burada bir dənə kubu da yazaq. Yazaram. A çıxılsın B vurulsun. A kvadratı üstə gəl AB üstə gəl B-nin kvadratı. Və yaxud A çıx B-nin kubu çıxılsın üstə gəlinsin 3 AB vurulsun A çıx B şəklində yaza bilərik. Üç hədli ifadənin kvadratı. Məsələn A üstə gəl B üstə gəl C-nin kvadratı. Burada yazıram A kvadratı üstə gəl B kvadratı üstə gəlinsin C kvadratı üstə gəl 2 vurulsun AB üstə gəl AC üstə gəl BC. A çıx B çıx C-nin kvadratı. A kvadratı üstə gəl B kvadratı üstə gəl C kvadratı üstə gəlinsin 2 vur BC minus AB minus AC. Mənfiləri qarşısına atırıq. A müsbət olduğuna görə mənfiyə vurana mənfi olacaq. A üstə gəl B çıx C-nin kvadratı. A kvadratı üstə gəl B kvadratı üstə gəl C kvadratı üstə gəl 2 vur AB çıx AC çıx BC. A çıx B üstə gəl C-nin kvadratı. A kvadratı üstə gəl B kvadratı üstə gəl C kvadratı üstə gəlsin 2 vurulsun AC minus AB minus BC şəklində yaza bilərik. Müxtəsər vurma düsturlarının hər biri həm də eynilikdir. Yeni hədd əlavə edib çıxma və tam kvadratda ayırma üsulu var. Burada məsələn yaza bilərəm. Buradan bir qeyd olaraq yazaq. X kvadratı, daha sonra x üstü 4, daha ki üstə gəlsin x kvadratı. Üstə gəl bir ifadəsini vuruqlara ayırmaq üçün ifadəyə x kvadratda əlavə edib çıxmaq lazımdır. Niyə əlavə edib çıxıram? Çünki özümüzdə misal heç nə əlavə edib çıxa bilmərik. Yazıram üstə gəl x kvadratı, çıx x kvadratı. Bunu yaza bilərəm indi. X üstü 4, üstə gəlinsin 2x kvadratı, üstə gəl 1, çıx x-in kvadratı. Baxıram ki, bu hissə nədir? Müxtəsər vurma düsturudur. Yəni, x kvadratı üstə gəl 1-in mötərizə kvadratı, çıx x kvadratı. Bu da bərabərdir. A kvadratı çıx B kvadratı. Yəni, bir dəfə çıxacaq, bir dəfə toplayacaq. X kvadratı üstə gəlsin 1, çıx x kvadratı. Daha doğrusu x vurulsun.
x kvadrat üstə gəl 1 üstə gəlinsin x. Üstə gəlinsin x şəklində vuruqlara ayırmış olduq. Bunu da standart şəklə gətirsəm əgər olacaq x kvadratı çıx x üstə gəl 1 və x kvadrat üstə gəl x üstə gəlinsin 1. Və ya başqa bir ifadənin vuruqlara ayıraq. X kvadratı çıxılsın 6x üstə gəl 8 ifadəsinin vuruqlara ayırsam, bu zaman yazıram x kvadratı çıx 6x. Bura 9 əlavə edib çıxıram. Üstə gəl 9 çıx 9 üstə gəl 8 yerində qalır. Çünki bu ifadə müxtəsər vurma düsturudur və x çıx 3-ün mötərizə kvadratıdır. Burada mənfi 9 üstə gəl 8 bizə mənfi 1 verir. Bu da yenə a kvadratı çıx 1-in kvadratının açılışıdır. Olacaq x çıxılsın 3 çıxılsın 1. X çıxılsın 3 üstə gəl 1. Bu da bərabərdir. Bərabərdir x çıxılsın 4, x çıxılsın 2-yə. Davam edək. Çoxhədlinin köklərindən istifadə etməklə vuruqlara ayırma üsulu. x1 və x2 ədədləri tutaq ki, x kvadrat üstə gəl bx üstə gəl c bərabərdir 0 tənliyinin kökləri olarsa, ifadəni a vurulsun x minus x1 vurulsun x minus x2 bərabərdir 0 şəklində vuruqlara ayıra bilərik. Tutaq ki, ax kvadratı üstə gəl bx üstə gəl c bərabərdir 0 tənliyinin kökləri diskriminant üsulu ilə tapılır. Bilirik ki, diskriminant tapsaq d bərabərdir. B kvadratı çıxılsın 4ac-dir. Kökləri x1 bərabər olur. Mənfi b üstə gəlsin. Kök altı diskriminant bölünsün 2a bərabər olur. Tutaq ki, 1-ə. x2 də bərabərdir. Mənfi b üstə gəlsin. Kök altı diskriminant bölünsün 2a bərabərdir 1-ə. Məsələn, misal nümunəsinə baxaq. X kvadrat üstə gəl 5x çıx 6 bərabər 0. Diskriminantından köklərini tapıram. D bərabərdir. 5-in kvadratı üstə gəl 4 vur 1 vur 6 bərabərdir 49-a. Köklərimiz tapsam x1 bərabərdir. Mənfi 5 üstə gəl kök altı 49 bölünsün 2 bərabərdir 1-ə. x2 bərabərdir. Mənfi 5 çıxılsın kök altı 49 bölünsün 2. Bərabər olur mənfi 6-ya. Buradan da alıram köklərin biri 1-dir, biri 6-dır. Yəni x kvadrat üstə gəl 5x çıxılsın 6-nı yaza bilərəm. X minus 1 x plus 6 şəklində. Yəni müsbət kökü gördüyümüz kimi mənfi ilə yazdım. Mənfi kökü isə müsbət şəklində daxil etdiyi ifadəyə. Hədlərin vuruqlarından istifadə etməklə praktik vuruqlara ayırma üsulu, buna qayçı üsulu deyilir. Məsələn, yazaq. A bərabərdir. A1 vurulsun A2. C bərabərdir. C1 vurulsun C2. B bərabərdir. A1 vur C1 üstə gəlinsin. A2 vurulsun C1, A1 vurulsun C2, üstə gəl A2 vurulsun C1 şəklində yazsaq, yəni bu şəkildə verilsə, bu zaman deyə bilərəm ki, AX kvadratı üstə gəl BX üstə gəlsin C-də, A1X, C1 yazıram, A2X, C2 çarpaz şəkildə vururam. Bu zaman alınır ki, A1x üstə gəl C1 vurulsun A2x üstə gəlinsin C2. Bu şəkildə vuruqlar aramaya qeyd etdiyimiz kimi qayçı üsulu deyilir. Misal nümunəsinə baxaq. Tutaq ki, x kvadrat üstə gəl 7x üstə gəl 12-ni verir. Burada x-i yazıram. X şəklində kvadratda ayırdım da. 12-ni də 3 ilə 4 ilə. 3 və 4 şəklində yazdım. Çünki 3 vur 4 12 edir. Doğrudur mu? İndi çarpaz vururam bunları. Hər ikisi müsbət 3, müsbət 4-dür. Nə olacaq burada? X-i 4-ə vururam. Yəni toplayıram da, belə deyək bunları. Olur. X plus 4, X plus 3 şəklində vuruqlara ayırmış oldum. Daha sonra x kvadratı üstə gəl 12x üstə gəl 20-ni ayırıram. Bunu x və x kimi ayırıram. 20-ni isə mənfi 2 və mənfi 10 kimi ayırıram. Mənfi 2-ni mənfi 10-a vuranı müsbət 20 edir. Çarpaz vursam olur x
minus 2 vurulsun x minus 10. Bu şəkildə qayçı üsulunu istifadə edərək vuruqları ayıra bilərik. Çoxhədliliyin ən böyük və ən kiçik qiymətlərinin tapılması. İki üsulla tapılır. Tam kvadrata ayırma üsulu, düstur üsulu. İlk öncə baxaq tam kvadrata ayırma üsuluna. Nümunələrlə baxaq. Ta ki, bizə verib misal olaraq a kvadratı üstəgəl 4a üstəgəl 17 ifadəsinin ən kiçik qiymətini tapın. Ən kiçik qiymət tapın. Bu zaman necə yazıram? Yazıram a kvadrat üstəgəl 4 nə deməkdir? 2 vurulsun 2a. Düsturun ikisini ayırırım. Üstə gəlsin 17'ni də yazıram. 2'nin kvadratı çıx. 2'nin kvadratı üstəgəl 17. 17'nin əslində dəymədim. 2'nin kvadratını əlavə elədim. Bu əlavə elədiyim 2'nin kvadratını bir də elədim, çıxdım. Bərabərdir. Bu hissədə mənə müxtəsər vurma düsturu verdi. A üstəgəlinsin 2'nin mötərizə kvadratını aldım. Çıx 2'nin kvadratı 4'dür, üstəgəl 17. Bərabərdir. A üstəgəl 2'nin kvadratı üstəgəlinsin 13. A üstəgəl 2'nin kvadratı ən kiçik qiyməti, bu ifadənin ən kiçik qiyməti bərabərdir 0'dır. Yəni 0'a bərabər olduğundan bu ümumi ifadənin ən kiçik qiyməti 0 üstəgəl 13 bərabərdir 13 olur. Əgər yəni niyə görə dedim ki a üstəgəl 2 kvadratın ən kiçik qiyməti 0'dır? Çünki buradan 0'a bərabərləsəm a üstəgəl 2 bərabərdir 0, a bərabər olur mənfi 2. Yəni a mənfi 2 olduqda ən kiçik qiymət 13 olmuş olur. Nə zaman a mənfi 2 olduqda? Başqa bir misal nümunəsinə baxaq. Da ki a kvadratı üstəgəlinsin a üstəgəl 6. Buradan 2 olmalıdır. Müxtəsər vurma düsturunda doğrudurmu? Yazıram a kvadrat üstəgəl 2 vurulsun a vurulsun 2'də 1. Çünki özümdən heç nə əlavə edə bilmərəm. O 2'ni oradan ixtisar gedib çıxmalıydıq da. Üstəgəlinsin 2'də 1 əlavə edib bir əlavə 2'də 1 çıxırım. Çünki burada ikinci həddim 2'də 1'dir. 2'də 1'in yəni kvadratını əlavə edirəm. Bir dəfə 2'də 1'in kvadratını çıxıram. Üstəgəl 6 öz yerində qalır. Bərabər. Baxıram ki, indi bu hissə nədir? Müxtəsər vurma düsturudur. Yəni a üstəgəlinsin 2'də 1'in mötərizə kvadratı çıxılsın 2'də 1'in kvadratı 4'də 1 üstəgəl 6 bərabərdir. A üstəgəl 2'də 1'in kvadratı üstəgəlinsin 6 üstəgəl 1'i 4'ə böləndə 1 tam 0,100'ə 25 eləyir. 6'ın da üstünə 0,25 gələndə olur müsbət 5,75. İndi burada yenə bu ifadənin ən kiçik qiyməti 0'a bərabər olur. Yəni a üstəgəl 2'də 1 bərabərdir 0, a bərabərdir mənfi 2'də 1. Yəni a bərabərdir mənfi 2'də 1 olduqda ümumi ifadənin ən kiçik qiyməti 5,75 olmuş olur. Buradan yazıram bərabərdir. Demək bərabərdir 0 üstəgəl 5,75, o da bərabərdir 5,75. Yəni ifadənin ən kiçik qiyməti olmuş oldu 5,75. Burada da cavabımız 13 idi. İkinci üsul düstur üsulu ilə. Düstur üsulu necə yazıram? Da ki ax kvadratı üstəgəl bx üstəgəl c çoxhədlisinin ən kiçik və ən böyük qiymət tapılmasını deyir. Əkg bərabərdir ki 0, ən böyük qiymət də bərabər olsun 0. Birincisi a böyükdür 0. Yəni x kvadratının əmsalı 0'dan böyük olduqda ax kvadratı üstəgəl bx üstəgəl c ifadəsi ən kiçik qiymət alır. Ən kiçik qiymət alır. Belə parabolanın qolları yuxarı olanda. Bu zaman m yəni x0 bərabər olur. Mənfi b bölünsün 2a. Ən kiçik qiymətdə yəni ən kiçik qiymət alır. Yəni m mənfi b bölünsün 2a olduqda ən kiçik qiymət n bərabərdir y0, o da bərabərdir 4ac minus b kvadratı bölünsün 4a olur.
İkinci hal a kiçikdir 0, yəni parabolun qolları aşağı olduqda. Ax kvadratı üstəgəl bx üstəgəl c ifadəsi ən böyük qiymət alır. Ən böyük qiymət alır. M, yəni x0 bərabərdir. Mənfi b bölünmüş 2a olduqda ən böyük qiymət n bərabərdir. Y0, o da 4ac minus b kvadratı bölünsün 4a olur. Məsələn, misal nümunəsinə baxaq. X kvadratı üstəgəl 6x üstəgəlinsin 5 ifadəsinin ən kiçik qiymətini tapın. Baxıram ki, a 2-dir, b 6-dır, c də nədir? 5-dir. Yəni, a 0-dan böyükdür. A 0-dan böyük olsa nə olurdu? Ən kiçik qiymət alırdı və n ilə tapılırdı. Yəni, y0-la. Yazıram, y0 bərabərdir 4ac minus b kvadratı bölünsün 4a. Yəni 4 vur 2 vur 5 çıxılsın 6'nın kvadratı bölünsün 4 vur 2. O da bərabərdir 40 çıx 36 4. 2 dəfə 4 8, o da olur 0,5. Yəni ifadənin ən kiçik qiyməti 0,5-ə bərabər olmuş oldu. Nəticə olaraq deyə bilərəm ki, m, yəni x0 bərabərdir mənfi 6 bölünsün 2 vur 2, yəni mənfi 6 bölünsün 4, o da 1 tam, mənfi 1,5 olduqda funksiyanın ən kiçik qiyməti n, yəni y0 bərabər olur 0,5-ə. Davam edək rasional ifadələrlə. Rasional ifadələr. Çoxhədlilərin nisbətinə, yəni bölünməsinə deyilir rasional ifadə. Məxrəci dəyişən olan ifadələrə kəsr rasional ifadələr deyilir. Məsələn, x bölünsün 3 minus x rasional ifadədir. 2x minus 1 bölünsün 3x plus 1 rasional ifadədir. Və yaxud da y kvadratı üstəgəl 4y çıx 5 bölünsün 2y rasional ifadədir. 4 bölünsün x üstəgəl 2 rasional ifadədir. Və yaxud x bölünsün 2y üstəgəl 1 rasional ifadələrdir. Hər bir çoxhədli məxrəci 1 olan rasional ifadədir. Dəyişənin mümkün qiymətləri DMQ. Dəyişənlərin ifadəni mənalı edən qiymətlərinə dəyişənlərin mümkün qiymətləri DMQ deyilir. Rasional ifadələrdə məxrəc sıfırdan fərqli olduqda ifadənin mənası olur. Məxrəc sıfıra bərabər olduqda ifadənin mənası olmur. Hər bir normal kəsr şəklində verilən ifadə kimi. Tutaq ki, misala baxıram. Deyir, x-in hansı qiymətlərində x minus 3 bölünsün x minus 2 ifadəsinin mənası var. Mənası var deyirsə nə olmalıdır? X minus 2 fərqlidir 0 olmalıdır. X fərqlidir 2 və ya mənfi sonsuzluq 2 birləşir 2 müsbət sonsuzluq şəklində deyirik ki, bu ifadənin x-in bu qiymətlərində ifadənin mənası var. Və yaxud da x-in hansı qiymətlərində 4x minus 3 bölünsün x vurulsun x minus 1 ifadəsinin mənası var. Bu zaman yazıram x vurulsun x minus 1 fərqlidir 0. Yəni x fərqlidir 0 və x fərqlidir 1. Yəni burada deyirəm ki, DMQ x fərqlidir 0 və x fərqlidir 1 qiymətlərində ifadənin mənası var. Və yaxud da yazaram ki, x daxildir mənfi sonsuzluq 0, 0, 1 və 1 müsbət sonsuzluq aralıqlarında bu ifadənin mənası var deyərəm. Çoxhədlilərin vuruqları haqqında teorem. X dəyişəninin px çoxhədlisini sıfıra çevirən qiymətinə, yəni px bərabərdir 0 tənliyinin köklərinə çoxhədlinin kökü və ya sıfırı deyilir.
M ədədi px çox hədlisinin köküdürsə, x minus m 2 ədlisi px-in vuruğudur. Bu təklifin tərsi də doğrudur. Yəni x minus m 2 ədlisi px çox hədlisinin vuruğudursa, onda pm bərabərdir 0 bərabərliyi doğru olmuş olur. Mesela nümunəyə baxaq. Tutaq ki, k-nın hansı qiymətində x üstəgəl 2 hədlisi px bərabərdir x kubu üstəgəl 4x kvadratı üstəgəl x plus k çox hədlisinin vuruğu olar. Bu zaman x plus 2-dən çıxır ki, x özü nəyə bərabərdir? Mənfi 2 olduqda. Yəni p mənfi 2 bərabərdir 0 olmalıdır. Yəni yerinə yazıram. P mənfi 2 bərabərdir. Mənfi 2-nin kubu üstəgəl 4 vur mənfi 2-nin kvadratı üstəgəl mənfi 2 üstəgəl k bərabərdir 0. Bu da olur mənfi 8 üstəgəlinsin 16 üstəgəl mənfi 2 üstəgəl k bərabərdir 0. Buradan da alaram ki, k bərabər olur mənfi 6-ya. Yəni k-nın mənfi 6 qiymətində x üstəgəl 2 hədlisi verilən çox hədlinin vuruğudur. Belə, çox hədlinin çox hədliyə bölünməsinə baxaq. Çox hədlinin çox hədliyə bölünməsi budaqlı bölmə qaydası və yaxud da sintetik qayda, yəni Hörner sxemi ilə yazıla bilər. Bilirik ki, normalda bölünən necə tapılır? Qisməti bölünə vurub üzərinə qalığı gəlirik. Çox hədlinin çox hədliyə bölünməsi budaqlı bölmə qaydası ilə aparıla bilər. Tutaq ki, verilib ax olsun bölünən çox hədli, bx olsun bölən çox hədli, qx olsun qismət, natamam qismət yəni, bir də rx olsun qalıq. Yəni ax bölünsün bx bərabərdir qx üstə gəlinsin rx bölünsün bx şəklində çox hədlinin çox hədliyə bölünməsini yaza bilərik. Budaqlı bölmə qaydasına baxaq. Budaqlı bölmə qaydasına tutaq ki, bir nümunəyə baxıram. X kubu üstə gəlinsin 2x kvadratı üstəgəl x minus 4 çox hədlisini budaqlı bölmə qaydası ilə bölək x minus 1-ə. Yazıram. X kubu üstə gəlinsin 2x kvadratı üstəgəl x minus 4 bölünsün x minus 1. Birinciyə fikirləşirəm ki, x minus 1-i nəyə vursam x kubu alaram. X kubuna vururam. X kvadratına daha doğrusu. X kvadratını x-a vuranda olur x-in kubu. X kvadratını mənfi 1-ə vuranda olur mənfi x-in kvadratı. Çıxıram. X kubundan x kubu çıxanda 0 alınır. 2x kvadratı çıxılsın mənfi x kvadratı alınır. Nə deməkdir? 2x kvadratı üstəgəl x kvadratı. Yəni 3x kvadratı alınır burada. 3x kvadratı üstəgəl x çıx 4 yerində qaldı. İndi hansı ifadəni x-a vursam 3x kvadratı alaram. Geçəm ki, müsbət 3x-i x-a vursam 3x kvadratı alacağım. Vururam. Olur 3x kvadratı 3x-də mənfi 1-ə vuranda olur mənfi 3x. Çıxıram. 3x kvadratı 3x kvadratı çıxanda 0 qalır. Müsbət x çıxılsın mənfi 3x demək. Müsbət x üstə gəlsə 3x deməkdir. Mənfini öldürür, müsbət edir. Burada alınır 4x minus 4. İndi x minus 1-i nəyə vursam 4x minus 4 olaram? Təbii ki, müsbət 4-ə. 4x-a vuram, eləyir 4x. Müsbət 4-ü 4-ə vuram, eləyir mənfi 4. Çıxıram. 4x-dan 4x çıxanda 0 qalır. Mənfi 4x üstə çıx mənfi 4. Eləyir mənfi 4 üstə gəl 4. Bu da bizə verir 0. Yəni, bölən zaman qalıqda 0 alındı. Natamam qismətdə isə x kvadrat üstə gəl 3x üstə gəlinsin 4-ü almış olduq. Bu olur budaqlı bölmə qaydası ilə çox hədlinin çox hədliyə bölünməsi. Sinetik qayda, daha sonra sintetik qayda və ya Hörner sxemi. Bu qaydada yalnız əmsallar üçün istifadə olunur. Qaydada eyni dərəcəli çox hədlini x minus m ikəlisinə sintetik bölmə bu şəkildə aparılır. Tutaq ki, a n'dir,
olmalıdır. Bn-1 yəni bərabər an olmalıdır. Buradan an-1 ilə toplayıram m və bn-1'i. Bu zaman nə alınır? bn-2 bərabərdir an-1 üstə gəlinsin m bn-1 və sair və sair alınır a1 m b1 b0 bərabərdir a1 üstə gəlsin m b1 a0 m b0 olur r bərabərdir a0 üstə gəlsin m b0. Misal nümunəsi ilə daha ətraflı şəkildə baxaq. Tutaq ki, bizə verilib 3x üstü 4 üstə gəlinsin 5x üstü 3 üstə gəlinsin 4x kvadratı üstə gəlinsin tutaq ki 0 vur x çıx 9. Bunu deyir bölün x plus 2'yə. Əmsallara baxıram. Burada nədir? 3'dür. Burada 3 var. Burada 5 4 0 mənfi 9. Düzdürmü? M burada olmuş olur. Mənfi 2. Bəs necə həll etmiş olduq? İndi həllinə baxaq. Ta ki belə cədvəl şəklini çəkirəm. Mənfi 2 yazdım. Həll mənfi 2 aldım. Burada müsbət 3 var. 5, 4, 0 və mənfi 9. Düzdür. Misalda nə vardı? 3x üstü 4. Yəni burada misalım 3 olmalıdır. Daha sonra nə var? X 5x kvadratı və x var. Yəni mənfi x kvadratı. Mənfi 1 almalıyam burada. Mənfi 1 yazıram bu hissəyə. 5'in üstünə nə gəlsə mənfi 1 alıram. Mənfi 6. Daha sonra nə var burada? 4x kvadratı. Orada x plus 2'yə böldüm. 6 olmalıdır əmsalım. 4'ü sən neçə gəlsəm 6 alarım. Müsbət 2. 0'dan mənfi 12'yə. 0'ın üzərinə gəlsəm, yəni 0'dan mənfi 12 çıxsam, 12 çıxsam daha sonra mənfi 12 alaram. 15 alıram. 9'a neçə gəlsəm 15 alıram. 24. Buradan alıram ki 3x kubu üstü çıxılsın. X kvadratı üstə gəl 6x çıx 12. 12 burada da 15 qalıq olmuş olur. Demək üç x üstü 4 üstə gəlinsin 5x kvadratı kubu daha doğrusu. Üstə gəlinsin 4x kvadratı üstə gəlinsin. O 0 x yazmağa ehtiyac yoxdur. Çıxılsın 9. Bölünsün. X plus 2 verilsə nativam qismətimiz 3x kvadratı çıx x kvadrat üstə gəl 6x çıx 12 olacaq. Qalıq isə 15 bölünsün x plus 2 olmuş olur. Belə. Bezu teoremi qalıq haqqında teoremdir. Qalıq haqqında teoremdə deyilir ki, AX çoxhədlisinin x minus m ikilisinə bölünməsindən alınan qalıq AX çoxhədlisinin x bərabərdir m nöqtəsindəki qiymətinə bərabərdir. Yəni AX bərabərdir x minus m vurulsun qx üstə gəlinsin am olur. R isə elə am-in özünə bərabər götürülür. Qalıqdır. Keçək rasional köklər haqqındakı teoremə. Əmsalları tam ədədlər olan AX bərabərdir AN x üstündə n üstə gəlinsin AN-1 x üstündə n-1 və s. Üstə gəlinsin A1 x üstə gəlinsin A0 çoxhədlisinin rasional kökü varsa bu kök
P bölünsün Q bərabərdir. Yəni P sərbəst həddin. Yəni A0-ın sərbəst həddin böləni Q baş əmsalın, yəni AE-nin böləni. Bu şəkildə hesablanır. Məsələn, tutaq ki, fx bərabərdir 4x kubu çıxılsın 5x kvadratı çıx 7x üstəgəl 2 çoxhədlisinin rasional köklərini tapın deyir. Burada sərbəst həddimiz 2-dir. Baş əmsal 4-dür. Bölənləri olacaq. P bərabərdir 1, 2. Bir də bölənləri, yəni sərbəst həddin bölənləri 1 ilə 2-dir. 2-nin bölənləri. Baş əmsalın bölənləri isə, yəni 4-ün bölənləri isə 1, 2 və 4-dür. Bu zaman yazıram. P bölünsün Q bərabərdir. 1-i 1-ə bölürəm. Plus minus 1 alıram. 2-ni 2-yə böləndə, yəni 2-ni 1-ə böləndə alıram plus minus 2. 1-i 2-yə böləndə alıram plus minus 2-də 1. 1-i 4-ə böləndə də alıram plus minus 4-də 1. P böl Q-nün qiymətlərində müsbət 2 fx çoxhədlisinin köküdür. Çünki f2 bərabərdir 4 vur 2-nin kubu çıxılsın 5 vur 2-nin kvadratı çıxılsın 7 vur 2 üstəgəl 2 bərabər olur 0-a. Davam edək ümumi nümunələrlə. Tutaq ki, Euler-Venn diaqramında A bərabərdir x kvadratı minus 9, B bərabərdir x kubu üstəgəlinsin bx kvadratı üstəgəlsin x üstəgəlinsin d və c bərabərdir x kvadratı üstəgəl 9 x üstəgəl 20 çoxhədlilərinin vurğularından biri verilib. B üstəgəlinsin c çıxılsın 2d ifadəsinin qiymətini tapın deyir və deyir kəsişmələr də boş deyil. Tutaq ki, baxaq. Tutaq ki, belə bizə Euler-Venn diaqramları verilib. Bu olsun A, B və C. Deməli, A nə idi? X kvadratı minus 9. Vuruqları ayırım, olur x minus 3, x üstəgəl 3. Bizə verilsin misalda, bura x çıx 3 verilsin. Bura x çıx 4 verilsin. Burada x üstəgəl 5 verilsin. Bizdən kəsişmələri istəyir. Baxıram ki, A-da nə var? X çıx 3 var. Başqa nə qaldı? X üstəgəl 3. Deməli, bu isə x üstəgəl 3 olmalıdır. B-nin ayıraq indi. B nə verilmişdi? X kubu üstəgəl bx kvadratı üstəgəl cx üstəgəl d. B-nin vuruqlarından biri x minus x plus 3'dür. Biri x minus 4'dür. Doğrudur mu? Digərini hələ tapa bilmirəm. Ona görə B-ni saxlayıram. C-yə baxıram. C x kvadratı üstəgəl 9 x üstəgəl 20'dir. C-ni vuruqlara ayırsam əgər olacaq x üstəgəl 4 x üstəgəl 5. Çünki hasil 20'də cəm 9'dur. Mənfi 9'dur. Deməli bunlar mənfi 4 ilə mənfi 5'dir. Mənfi 4 mənfi 5 oranı müsbət 20 eləyir. Toplayanda da mənfi 9 eləyir. Deməli C-nin digər kökü vuruqda x plus 4'dür. B-nin digər vuruğunu tapmış olduq. X üstəgəl 4 şəklində. Əgər B-nin indi vuruqları ayırsam, vursam daha doğrusu vuruqları ayırsam yox. Olacaq x kubu üstəgəlinsin 3x kvadratı çıx 16x çıx 48. Buradan aydın şəkildə görünür ki,
B 3'ə bərabərdir. C mənfi 16-ya bərabərdir. D isə mənfi 48-ə bərabərdir. İndi gətirib bizə verilən ifadə yerinə yazıram. B üstəgəl C çıx 2-dir. Bərabər olur 3 üstəgəl mənfi 16 çıxılsın 2 vurulsun mənfi 48. Bərabər olur 83-ə. Başqa bir nümunəyə baxaq. Tutaq ki, düzbucağının sahəsi ilə veriblər. Məsələn, düzbucağının sahəsi S bərabərdir. Tutaq ki, x kvadratı minus 7x üstəgəl 10 bölünsün x üstəgəl 3 olarsa A-ya uyğun ifadəni tapın və sadələşdirin deyir. Düzbucaqlını çəkək. Tutaq ki, düzbucaqlımız verilsin. Uzunluğu olsun A verib. N'ini də verib. X minus 2 bölünsün 2x plus 6. Düzbucağın sahəsi necə tapılır? S bərabərdir. N vurulsun uzunluğa. Doğrudur mu? Və bu da bərabərdir bizə verilən cavabı. Yəni x kvadratı çıx 7x üstəgəl 10 bölünsün x üstəgəlinsin 3'ə. İfadələri sadələşdirirəm. Burada A yerində qalsın. X minus 2 ilə işim yoxdur. 2x üstəgəl 6-dan 2-ni ortaq vuraq kimi çıxarım. Qalır x üstəgəl 3. Bərabər. Burada da x kvadratı çıx 7x üstəgəl 10. Kökləri nədir? Hasil 10'dur. Cəm 7'dir. 2 ilə 5 olacaq. Yazıram 2 çıx 5. X çıx 5. X çıxılsın 2. Hər ikisi müsbət olduğuna görə mənfi ilə yazıram. Burada x üstəgəl 3 yerində qalır. İxtisarlarım geçsin. X üstəgəl 3-dən x üstəgəl 3 gedir. X çıx 2 ilə x çıx 2 gedir. Yerdə nə qaldı? A vurulsun 2'də 1 bərabərdir x minus 5 bölünsün 1. Buradan da tapıram ki A bərabər çarpaz vurub həll eləsəm 2 vurulsun x minus 5 olur. Yəni 2x minus 10 şəklində ifadənin qiymətini, yəni düzbucağın uzunluğunu tapmış olduq. Davam edək polinomlarla. Polinom nədir? İkinci ona baxaq. Px bərabərdir A0 üstəgəlinsin A1x üstəgəlinsin A2x kvadratı üstəgəlinsin A3x kubu üstəgəlinsin nöqtələr üstəgəlinsin AN x üstündə n şəklində verilmiş ifadələrə polinom deyilir. Burada A0, A1, A2, AN polinomun əmsallarıdır. A0 həm sərbəst həddir, həm əmsaldır. Polinomlar çox hədlərin xüsusi halıdır. Polinomun əmsalları cəmi P1-ə, sərbəst həddi isə P0-a bərabər olur. Məsələn, nümunəyə baxsaq, Px bərabərdir 2x kubu çıxılsın 3x kvadratı üstəgəl 4x minus 5 olarsa, əmsalları cəmi P1 bərabər olur. 2 vurulsun 1'in kubuna çıxılsın 3 vurulsun 1'in kvadratı üstəgəl 4 vur 1 çıx 5. Buradan da çıxır ki P1 bərabər olur mənfi 2'yə. Yəni əmsallar cəmi. Px-in başqa bir nümunəyə baxaq. Tutaq ki Px minus 1 olsun indi. Bərabərdir x kubu üstəgəlinsin 3x kvadratı üstəgəl x çıx 4 olarsa, tutaq ki Px-in əmsalları cəmi x minus 1 bərabərdir 1 x bərabərdir 2 olduqda P1 bərabərdir 2 kubu üstəgəl 3 vur 2 kvadratı üstəgəl 2 çıx 4 bərabər 18 olur. Eyni dərəcəli hədlərin əmsalları bərabər olan polinomlar bərabər polinomlar adlanır. Polinomu təşkil edən bir hədlilərin dərəcəsi ən böyük olan əmsal polinomun baş əmsalı adlanır. Bərabər polinomların dərəcələri də bərabər olmuş olur. Məsələn, Px
bərabərdir AN x üstü n üstəgəlsin AN minus 1 x üstündə n minus 1 üstəgəl nöqtələr üstəgəl A2 x kvadratı üstəgəl A1 x üstü 1 üstəgəlsin A0 və qx bərabərdir bn x üstü n üstəgəl bn minus 1 x n minus 1 üstəgəl nöqtələr üstəgəlsin b2 x kvadratı üstəgəlsin b1 x üstü 1 üstəgəl b0 şəklində 2 dənə polinom verilib. Baxıram ki, polinomlar yəni bərabər. Px bərabərdir qx olarsa o zaman deyirəm ki buradan çıxır ki an bərabərdir bn an minus 1 bərabərdir bn minus 1-ə və sair A1 bərabərdir B1 və A0 bərabərdir B0 olar. Məsələn, misal nümunəsinə baxaq polinomlara aid. Tutaq ki, A üstəgəlinsin 1x kubu, üstəgəlinsin 4x kvadratı, çıx 5x çıx 3 bərabərdir 0 və 4x kvadratı üstəgəlinsin b minus 1 x çıx 3 bərabərdir 0. Polinomları bərabər olarsa A vurulsun b-ni tapın deyir. Əgər px bərabərdir qx olursa A çıxılsın 1. Daha sonra A üstəgəl 1 bərabər olur 0-a. Çünki qx-da x kubun əmsalı yoxdur. Mənfi 5 bərabər olur b minus 1-ə. Çünki x-ların əmsallarıdır hər ikisi. Buradan alıram ki A bərabərdir mənfi 1-dir. B bərabərdir mənfi 4. A vurulsun B əmsalda mənfi 1 vurur mənfi 4 bərabər olur müsbət 4-ə. Və yaxud nisbət şəklində verilə bilər. Bu olsun birinci misal. İkinciyə baxaq. Da ki 4x üstəgəlsin 5 bölünsün x kvadratı çıx 3x üstəgəl 2 bərabərdir A bölünsün x minus 2 üstəgəl b bölünsün x minus 1 olarsa A vurulsun b hasilini tapın deyir. Bu zaman 4x üstəgəl 5-dən hələ ki işim yoxdur. X kvadratı çıx 3x üstəgəl 2 ilə də işim yoxdur. Bərabərdir. Ortaq vuruğa gətirirəm. Ortaq vuruq x minus 2 vur x minus 1 deməkdir. A-nı vurmalıyam x plus 1-ə. Çünki bunun tamamlayıcısı x minus 1-dir. B-nin bunun tamamlayıcısı x minus 2-dir. Bu da b böyükdür. Vuraq. ax minus a üstəgəlinsin bx minus 2b. Buradan alınır ki 4x üstəgəlinsin 5 bərabərdir. A üstəgəlinsin bx ortaq vuruq çıxartdım. A üstəgəl b bu əmsaldır. Vurulsun x çıxılsın. A üstəgəlinsin 2b. Yəni 4 bərabərdir. A üstəgəl b-dir. 5 də bərabərdir. A üstəgəlinsin 2b-yə. Düzdürmü? Yəni A üstəgəl b bərabərdir 4. Mənfi A çıxılsın 2b bərabərdir mənfi 5. Olarsa buradan alıram ki mənfi b bərabərdir mənfi 1-ə. Yəni b bərabərdir 1-ə. Buradan çıxır ki A bərabər olur 3-ə. Bizdən A vur b hasilini istədiyinə görə 1 vur 3 cavabı olur elə 3.